Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Fəxriyə Əsədli, 147 nömrəli Texniki və Humanitar Fənlər Liseyinin informatika müəllimiyəm. Gənc İnformatika Müəllimləri Birliyinin təşkil etdiyi hər həftə bir sınaq sertifikasiyaya dəstək marafonunun üçün hazırladığım testi sizinlə bölüşürəm. Birinci testin izahı. Sual işarəsinin yerində hansı şərt yazılarsa, proqram 5-dən 1-ə kimi natural ədədləri çap edir. Burada diqqətli olmaq lazımdır ki, bir daxildir ya deyil. Bir də bu hissədə print və n bərabər n-1-in sırasına diqqət etmək lazımdır. Bəzən yerinə qiymət qoymaqla da hesablamaq olar. Əgər mən n-ə 5 vermişəmsə, birinci 5 çap olunur, daha sonra 4-ə düşür. Yəni mən bura n böyükdür 0 verərəmsə, ən axırıncı halda n 1 olduğunda dövrə girəcək, 1-i çap edəcək, daha sonra n 0 olacaq və buna görə də sonda dövrdən çıxacaq. Birinci print n olduğuna görə burada n böyükdür 0 şərtini götürürük. Python dilində yazılmış proqramın təyinatını müəyyən edin. N bərabər input verilib. Yəni bu bir ədəd də ola bilər, mətn də ola bilər. Hamısını mətn olaraq qəbul edəcək. Yəni n-ə mətn kimi baxacaq. Onun içində ədəd də olsa, mətn də olsa. Ona görə cavablarda diqqətli olun. Çünki burada həm ədəd cavabı da var, sətr cavabı da var. N-in içindəki, yəni n sətrinin daxilindəki hər bir i elementi üçün k.insert 0i. Yəni, hər dəfəsində k-nın 0-cı elementinə, yəni 0-cı daha doğrusu indeksinə i elementini əlavə edəcək. Hər dəfəsində 0-cı indeks bizim üçün ilk indeks nəzərdə tutulur. Yəni, məsələn, n bərabərdir A, B, C verək. K da bir boş siyahıdır. 0-cı elementinə i-ni veririk. Bir dəfə A-nı verəcəyik, sonra B-ni verəcəyik, sonra C-ni verəcəyik. Yəni, hər dəfəsində yeniləndikcə əvvəlki, yəni ilk elementə verdiyimizə görə bu sətr tərsinə çevrilir. Qeyd edeyim ki, bura ədəd də daxil eləsək, o da sətr olaraq qəbul olunur və o da tərsinə çevrilir. Belə də ola bilər. Əlbəttə ki, bu da sətrdir. Ona görə cavab daxil edilmiş sətri tərsinə çap edir. Verilmiş siyahını bu sətrə görə burada qeyd olunan koda görə birləşdirir və sətr halına gətirilir. Burada heç bir boşluq qoyulmadığına görə artıq eyni sətr elementləri tərsinə çevrilərkən boşluqsuz bir-birlərinə birləşir. Cavab daxil edilmiş sətri tərsinə çap edir. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edir. Bu proqramda A listi var, B listi var və A-nın bütün indeksləri üzrə, yəni bu hissə onu bildirir, A-nın bütün indeksləri üzrə. Əgər i-nci indeksli A-nın elementi B-də varsa, yəni bu sətrimiz bizə bunu deyir. Əgər varsa, həmin elementi özünün 2 qatı ilə əvəz et. Baxın, diqqətli olun. Çoxu bu birinci variantla axırıncı variant arasında qalır. Burada demir ki,
Əgər yoxdursa nəsə et. Natamam budaqlanmadı da el salı yoxdur. Bu zaman biz B-də olan A elementlərini ikiyə vurub yerinə yazacağıq. Amma olmayanları olduğu kimi saxlayacağıq, silməyəcəyik. Burada silməklə bağlı bir şərt bizə təqdim olunmuyor. Dördüncü. Python dilində yazılmış proqramın təyinatını müəyyən edin. Bu tip məsələdə n bərabər int input hər hansı bir ədəd daxil edilib. S dəyişəni götürülüb və 0 mənimsədilib. Deyir ki, birdən n plus 1-ə qədər bərabər s plus i. Deməli, i dəyişəni birdən n plus 1-ə qədər davam edir. Biz bilirik ki, range axırıncı elementi götürmür. Yəni, sonuncu i elementi n-ə bərabər olacaq. Bunu diqqətə almaq lazımdır. Yəni, n daxildir, n plus 1 yox. Birdən n-ə qədər n-də daxil olmaqla bütün ədədləri s dəyişəninin üzərinə gəlir. Yəni, i 1 idi, s bərabər 0 üstə gəl 1. S-in ilk qiyməti 0-dır. Sonra i bərabər 2 idi. Olacaq. Yazın buradan. i bərabər 0-dır. S də 0 idi ilk vaxtı. S bərabər i bərabər 1 dəqiqə 1 idi. 1-dən başlayır. i bərabər 1, s bərabər 0 üstə gəl 1. i bərabər 2, s bərabər 1 üstə gəl 2. Məsələn, deyək ki, n-i verib 5. i 1 aldı. Siz bunu belə for hissəsini belə yaza bilərsiniz ki, 1 ala bilər, 2 ala bilər, 3 ala bilər, 4 ala bilər. N plus 1-ə qədər olduğuna görə n-in özündə alar. 1 üçün yazdıq, 2 üçün yazdıq. 3 üçün həmçinin. Mənimsətmə hər əvvəlki dəyişənin əvvəlki qiymətini silir. 4 üçün də yazacağıq eyni şeyi 5 üçün də. Yəni 5 də daxil olmaqla bütün ədədləri cəmləyir. 1-i, 2-ni, 3-ü, 4-ü və 5-i. Cavab 1-dən n-ə kimi n də daxil olmaqla ədədlərinin cəmini çap edir. Fikir verirsə, s bitəndən sonra, yəni for dövrünün içində bütün s-ləri cəmləyəndən sonra axırda çapa s verir. Burada funksiya ilə bağlı bir məsələ var, amma diqqətli olmaq lazımdır. Deyəcəm hansı məqamında. Yazılıb ki, definition var, bir də aşağıda artıq kod hissəsi başlayır. Yuxarı hissələr alt proqramdır bildiyimiz kimi, yəni funksiyadır. Funksiya hissəsini oxumadan elə birbaşa aşağıya baxa bilərik. K bərabər D, 2, 3. Faktiki parametrlər 2 və 3-dür. D funksiyasıdır deyə gedib birinci funksiyaya baxırıq. D-nin yerinə 2, 3 yazacağım. Bu arada bu K çap olunacaq. Yəni, axırda bunun qiyməti çap olunacaq D2 üçün. A-nın yerinə, baxın, birinci element A-dır, ikinci element B-dir. A-nın yerinə 2, B-nin yerinə 3 qoyacaq. A bərabərdir. A üstə gəlinsin Y-B. A üstə gəlinsin Y3.
Diqqətli olun, burada sonra B-ni yazmıram. Çünki burada A var və bu A bu A'dır. Bu deyil. A-nın yeni qiymətidir. Ona görə yazıb getməyin. Bunu həll edin. Sonra burada yeni A-nı yerinə qoyun. Yazıram. 2 üstəgəlsin. Y-də x-in yerinə 3 qoysam, x bərabərdir 3 vur 2 üstəgəl 3. Yəni 6 üstəgəl 3 elədi 9. 9-u qaytarır. Yəni ə, Y3-ün yerinə 9 yaza bilərəm mən. A bərabəri idi axı A üstəgəl Y3. A deməli nədir? 11. İndi bu sətri yerinə yetirək. B bərabərdir. B hardaydı burada? 3 üstəgəlinsin. Y 11. 3 üstəgəlinsin. Y-nin yerinə bu dəfə 11 qoyuram. Y funksiyasını x-in yerinə. 11. 11'i 2'ye vurdum. 22. Üzerine 3 geldim. 25. 3 üstə gəlsin. 25 eləyər 28. Yəni bu məsələ burada bitir. Bitmir. Bağışlayın. B-ni də tapdıq. İndi axı return-ü yazmamışıq ki, bu gedəcək D-nin qiymətini alacaq. O da K-ya mənimsədilib, K çap olunacaq. Çünki return olduğu halda mütləq ki, nəyəsə mənimsədib çap edilməlidir. 28-dir. A-nın qiyməti də 11-dir. Bu da 28. Yəni A-ya son 11 almışıq, B-yə 28. 11 ilə 28-in cəmi eləyər 39. Yəni ona da diqqət edin ki, axırda return-də sizə nə verilib. Bu misal. 6 modelləşdirmə mövzusundandır və nəzəri misaldır. Uyğunluğu müəyyən edin. Təsviri modeli nədir? Formal model nədir? Təsviri model odur ki, nəyinsə görüntüsü ilə bağlı olan bir modeldir. Formal model isə daha çox düsturlar, müəyyən kodlar vasitəsilə təqdim olunan modeldir. Məsələn, yaxta modelinin daxili quruluşu. Yaxtanın daxili quruluşunu müəyyən bir şəkillərlə, 3D obyektlərlə və s. kiçik bir modelini yarada bilərlər. Buna təsviri model deyə bilərik. Gəmidə göyərtələrin sayı, onun üçün də bir şəkil olaraq çəkəcəklər və sayacaqlar. Amma formal model deyəndə, məsələn, riyaziyyat düsturu. Məsələn, Python-da yazılmış kod, hər hansı başqa bir proqramlaşdırma dilində yazılmış kodlar. 1 olur AB, 2 olur CD. 7-ci sual. Verilmiş qraf informasiya modelində A-dan, A təpəsindən T təpəsinə qədər R təpəsindən keçmədən, baxın, bu hissədən keçmədən neçə müxtəlif yolla getmək mümkündür? Mən bunu skrinini alım. Burada mərhələ-mərhələ qraf informasiya modelində necə ediriksə, elə gəlməliyik. Baxaq. Hansı təpədən keçmiriksə, bağışlayın.
Hansı təpədən keçmirəmsə, mən o təpəni silirəm və ona gələn və ondan gedən bütün yolları silirəm. Er təpəsindən keçməmək dedim. Erin üzərindən xətt çəkdim. Erdən çıxan və erə daxil olan bütün yolları kəsdim. Sanki er heç yox imiş. Bu şəkildə. Orada ayrı bir şərtimiz varmı? Yox. İndi mərhələ-mərhələ gəlirəm. Y-yə neçə müxtəlif yolla gəlmək olar? Y-yə bir dənə A-dan yol gəlir. A-dan da yol gələndə bilirik ki, 1 yazırıq. Yəni daha doğrusu ilk təpədən gələn yola 1 yazırıq. Çünki ayrı yol yoxdur. A-dan D-yə ayrı bir yolumuz yoxdur. D-yə də 1, B-yə də 1. Fikir verin, B-yə bir dənə ox daxil olur. İndi C-yə bir A-dan gəlmək olar, bir B-dən gəlmək olar. Bir yol A-dan, bir versiyada B-yə qədər var deyə C-də 2 oldu. İ təpəsinə. Y-dən bir yol gəlir, 1, D-dən 1, 2, A-dan 1, 3, B-dən 1, 4, C-dən 2, elə də 6. Baxın, 1, 2, 3, 4, 5. Bir dənəsi də A, 6. Sonra K-ya neçə müxtəlif yerdən gəlmək olur? Yalnız Y təpəsindən gəlmək olur. Y təpəsinin özünə də bir versiyada gəlmək olur deyə K-ya da bir versiyada gəlmək olur. B-dən F-ə bir dənə yol var. O da yenə 1. Eynən Y-dən K-ya olduğu kimi. İndi G təpəsinə. K-dan bir yol, İ-dən 6 yol gəlir, 6 versiya, F-dən 1. 2, 6 elədi, 8. M təpəsinə. F-dən 1, K-dan 1, G-dən 8 gəlir, elə də 10. M-dən gəlir deyə N-ə də 10 versiya, P-yə də 10 versiya, O-ya isə P-dən 10, M-dən 10, N-dən 10 şəklində gəlir, eləyir 30. S təpəsinə elə təkcə O-dan gəldiyinə görə 30, T təpəsinə də təkcə S-dən gəldiyinə görə 30 müxtəlif yolla çatmaq olar. Burada cavab 30. Gx bərabər 1 bölü x funksiyasının qiymətini hesablayan alqoritmin növü müəyyən edin. X məxrəcdədir deyə x-in 0 qiymətində biz bu funksiyanı hesablaya bilmərik. Ona görə müəyyən bir şərt qoymalıyıq. X 0-dan fərqlidirmi? Onu da hesablayacaq. Əks halda hesablamayacaq. Deyəcək ki, həlli yoxdur. Ona görə bu alqoritim budaqlanandır. 9-cu sual. Verilmiş məsələnin həll alqoritmini tərtib edərkən neçə məntiqi blokdan istifadə olunar? Bunun üçün fikir verirsə standartlardan biraz kənardır. Əksərən kiçikdir 1, böyük bərabər 1 yazırlar və ya 3 şərt qoyur, üçündə də birlərdən istifadə olunur. Burada amma üçü də birlərdən ibarət deyil. Onun üçün biz ədəd oxu çəkəcəyik. Bir deyil. Ədəd oxunda 1-i qeyd eləyəcəyik, bir də 3-ü. Baxın, 1-dən kiçik halında 1 iş görür. Y kvadratına bərabərdir. 1-ə bərabər halında 0-a bərabərdir. 3-dən böyük halında
fx x vur 2'dir. Biz de bilirik ki biz alqoritmi quranda ədəd oxunu tam götürməliyik. Burada tam olmadı. Fikir verirsiniz, 1-dən 3-ə qədər olan hissəsi var. 1-ə bərabər olanda fx 0-a bərabərdir. Bəs burada sual gəlir. 1-dən böyük, 3-dən kiçik bərabər olanda nə etməlidir? Heç nə etməməlidir. Yəni, alqoritmin o budağında heç nə olmamalıdır şərt blokun. Amma o halı da nəzərə almalıyıq. Deməli, bir hal burada, bir hal burada, bir hal burada, bir hal da burada olmaq şərti. İndi mən onun blok sxemini yazım. Yazıram. Yuxarı hissələrini yazmıram, standart bildiyiniz tərəfləri. X 1-dən kiçikdirmi? Bəli. 1-dən kiçikdirsə, dedik ki, fx y kvadratına bərabər olsun. Yox əgər elif yazırıq Pythonda. Yox əgər x 1-ə bərabərdirsə, bəli desəm, fx bərabər 0-a. Buradan da yox əgər, baxın 4 halın ikisini verdim. Yox əgər x 3-dən böyükdürsə, bəli versəm, 3-dən böyükdən nədir? Fx bərabər x-i 2-yə vur. Baxın, x 1-dən kiçik deyilsə, 1-ə bərabər də deyilsə, 3-dən də böyük deyilsə, nə qaldı? Bir dənə bura qaldı. O halda da sadəcə çıxacaq. Yəni, orada nəsə etməyinə ehtiyac yoxdur. Çünki orada bir əməliyyat yoxdur. Hesabı yoxdur. Burada neçə şərt bloku istifadə elədim? 3 şərt bloku. 10-cu sual. 0, 4, 6 rəqəmlərindən düzələ biləcək 3 rəqəmli ədədlərin sayı ilə rəqəmləri təkrarlanmayan 3 rəqəmli ədədlərin sayı. Sıfır, 4, 6. Biz bilirik ki, ədəd 0 ilə başlaya bilməz. Yəni, 0,46 yazsam, bu onsuzda 46-dır və bu 2 rəqəmli ədəddir. Mövqeli say sistemində ilk rəqəm 0 olmur. Ona görə mən rəqəmlərinin təkrarlanmağının problem olmayan versiyasında bunu belə yazaram. 0-ı birinci xanaya qoyamaram. Bura neçə mümkün hal var? 2 mümkün hal var. Ya 4 ya 6. İkinci rəqəmində 3-də ola bilər, 0-da ola bilər, 4-də, 6-da. Ona görə 2 versiya. 3 deyirəm, 2 yazın. 3 versiya. Çünki 0 dolar, 4 dolar, 6 dolar. Eyni qaydanın 3-cü xana üçün də ödəndiyinə görə 2 vur 3 vur 3. Yəni 18 versiyada bu ədədləri təşkil edə bilərik. Yəni bu ədədlərin içində belə gedəcək də 406, 460, 404, 444 kimi bütün ədədlər iştirak edir. İndi 18-in 18-ini yazmayacağım. Bir də var, rəqəmləri təkrarlanmayan. Biz 0 olmasaydı, birinci xanaya deyərdik ki, 3 dənə, ikinci xanaya deyərdik 2 dənə, axırıncı xanaya deyərdik 1 dənə versiya qalır. Amma burada diqqət eləmək lazımdır ki, 0 da var. Ona görə bura yaza biləcəyim mümkün versiya cəmi 2 dənədir. Ya 4-dür, ya 6. 4, deyək ki, burada 4 iştirak elədi. Axı, ikinci xanaya neçəsi qaldı? Cəmi 2-si. 6 ilə 0. Deyək ki, burada 6 iştirak eləsəydi, burada 4 və 0 qalasıydı. Axırı yəni cəmi 2 versiya qalasıydı. Əlbəttə ki, burada 1 versiya. O da eləyir 4. Say azdır, istəyirsiniz bir yazım.
Məsələn, burada nələr olacaq? Bunun ardı var. 406, 460, 604, 640. Həmin bu 4 ədəd budur. Ayrı bir, təkrarlanmayan versiya təşkil edə bilməyəcəksiniz. Məsələdə soruşmuşdum ki, bunların cəmi nə qədərdir? 18 ilə 4-ün cəmi 22. 11-ci sual. Rabitə kanalı ilə 200 megabayt məlumat ötürülmüşdür. Ötürülmə müddətinin ilk yarısında sürət bu qədər, qalan yarısında sürət 4 dəfə azdır. Məlumatın ötürülmə müddətini saniyə ilə müəyyən edin. Birinci ötürülmə sürəti budur. İkinci ötürülmə sürəti 4 dəfə azdır. Yəni ikinci ötürülmə sürəti buna V1 deyək. Elə fizikadakı kimi. Zaman. Bir ümumi tez zamanını tapmalıyıq. Bu ilk yarıda bu qədərdir. İlk yarıda bu qədərdir. Toplam nə qədərdir? Sürət vur zaman 200 megabaytdır. 200 megabayt bərabərdir. 5 vur 222 bitdi. Gəlin buradan elə megabaytı bitə çevirək. Megabaytı bitə çevirmək üçün 2 üstü 23-ə vuracağıq. Bura oldu bit. 5 vur 2 üstü 22 2 üstü 22 vurulsun t bölü 2 üste gəlsin 5 vur 2 üstü 20 vur t bölü 2. Bizdən t-ni istəyir deyə buradakiları hamısı t bölü 2 olaraq qeyd elədim ki, axırda nəyəsə vurmağıma ehtiyac qalmasın, elə birbaşa t-ni tap. Mümkün qədər sadələşdirəcəyik. İcazənizlə 200 vurulsun 2 üstü 23 5 vur 2 üstü 20 t bölü 2-ni çıxartsam mötərizə xaricinə. Bunu müxtəlif versiyalarına eləyə bilərsiniz. Kimə hansı versiya daha rahatdır. Buradan 4 qaldı. Buradan 1 qaldı. 5. 200-ü də gəlin belə yazaq. 2 vur 100 şəklində. 100-ün də içində 4 var. 2-nin kubu vur 25 şəklində yaza bilərəm. 5-ləri ixtisar eləyək. 2 üstü 20-ni də ixtisar eləsə mümkün qədər sadələşdi. 8 burada, 8 burada. T bərabərdir. 8 vur 8 vur 2. Yəni 128. Adi qaydada hesablamadır. Bu şəkildə. Yəni bizdən də t zamanını istədi müddət. Ona görə elə birbaşa t-nin özünə götürdüm. 12. 19 səhifəlik sənədin ilk səhifəsində bu palitrasına malik təsvir qalan səhifələrin hər birində. Diqqətli olun, mötərizədə yazılıb bir klaster 4 kilobaytdır. Ona görə siz faylı həcmin tapandan sonra onun klasterlə uyğun, yəni diskdəki həcmini ayrıca hesablamalısınız və sonra vurmalısınız sayını. 19 səhifəlik sənəddir. İlk səhifəsində, yəni bir səhifəsində, gəlin qrafik tərəfinin həcmini tapaq. Sənəd bir dənə daha. Birinci səhifəsində 2 üstü 9 vur 2 üstü 8 bunu yazdım. Palitrasında malik qrafik təsvir var. Rəng çaları 1024-dürsə, deməli bir rəngin yaddaşı 10 bitdir. Qrafikin həcmi bilirik ki, piksellərin sayı vurulsun bir pikselin yaddaşı olaraq hesablanır. Bunu mümkün qədər sadələşdirək. Ondan 2 çıxsaydı bu şəkildə olardı. 218 vur 5 bit.
Qrafikin həcmi bu qədərdir. Bizdə hər şeyi kilobayta gətirəcəyik. Ona görə 2 üstə 13-ə bölək. 32 vur 5 kilobayt. Sonra qalan səhifələrdə. Diqqətli olun, 19 səhifənin birində şəkil var idi. Qalan 18 səhifəsində mətn var. Mətn bərabərdir mətnin həcmi. 18 səhifə. Hər birində də 2048 simvol var. Ta demir sətir, hər sətirdəki simvol sayı. Elə birbaşa verib ki, hər birində 2048 simvolu var. Əlifbamız da 1024 eyni qayda ilə hesablanır deyə vur 10 bit. Səhifə sayı, hər səhifədəki sətir sayı vurulsun bir simvolun həcmi. Bunu da sadələşdirək. Bu 2 ilə 9, bu 2 ilə 5. Hesablamanız fərqli ola bilər. 9 vur 5, 45. Vurulsun 2 üstü 13 bit. Biti kilobayta keçirmək üçün 2 üstü 13-ə bölürəm. 45 kilobayt. 10 belə sənəd 5 megabayt boş sahəsi olan diskə yazılıb boş sahənin həcmini tapın. 160 ilə 45-i toplayacağıq. Çünki ümumi həcm bərabərdir 160 üstəgəl 45, yəni 205 kilobayt. Faylın həcmi budur. Amma bu fayl fikir verin, mötərizədə bir klaster 4 kilobayt yazılıb. Deməli, bu fayl diskdə yerləşəndə nə qədər yer tutar? 205-ə yaxın və 205-dən böyük 4-ə bölünən ədəd 208-dir. 208 kilobayt yer tutur bir faylımız. Bir faylım 208 kilobayt yer tutursa, 10 belə fayl 2080 kilobayt yer tutacaq. 5 megabayt boş sahəsi olan diskə yazılır. Diskin qalan boş sahəsi nə qədər olar? Əlbəttə ki, 5 megabaytdan 2080 kilobaytı çıxacaq. 5 megabayt çıx 2080 kilobayt. Megabaytı kilobayta keçirsəm 5 vur 1024 şəklində 5120. 5120 kilobayt çıx 2080 kilobayt. Cavab 3040 kilobayt boş sahəsi qalır. Neynədik? Biz elədik. Əvvəlcə qrafikin həcmi, sonra mətn hissəsinin həcmi, ikisini cəmlədik. Ümumi həcmi hamısını kilobayta keçirmişdik. Diskdə nə qədər yer tutur və daha sonra 10 dənəsi 5 megabaytlıq boş sahəsi olan diskin də yerləşərsə nə qədər yeri qalır. 5 megabaytdan da həmin hissəni çıxdı. Python dilində yazılmış proqram icra olunarkən C dəyişənin 43 olması üçün. Daxil edə biləcək ən kiçik ilə ən böyüyün arasında fərq var. C43, yəni çapa 43 verilibsə, C də 10-10 dəyişir. C-nin ilk qiyməti də 3-dür. 3-ün üzərinə 4 dəfə 10 gəlinib ki, 43 alınıb. 10 bu 10-dur, 3 də budur. 4 dəfə gəlinib. Deməli, bu dövrə 4 dəfə düşmüşüm. Və deyir ki, elə bir minimal qiymət verin ki, 4 dəfə dövrə düşə bilsin. Ona diqqət eləmək lazımdır. Necə artır? 5-5 artır. Dörd dəfə bura düşsəm, o deməkdir ki, n 20 vaid artacaq. N0, yəni ilk qiyməti götürək. N0 20 vaid artandan sonra dövrdən çıxmasa,
Bir də bir 5 bal artacaq və 5-ci dövr olacaq da, olmazmı? Ən tez nə vaxt dövrdən çıxar? Yazmışıq while n kiçik bərabər 50. Deməli, 51 olan kimi dövrdən çıxacaq da ən tez. Onda yazıram 51 bərabərdir 20 üstəgəl n0. n0 bərabərdir 31. 31 imiş, olub 36. Baxın, 31-ə görə dövrə girib. Birinci dövr, ikinci dövr, 3, 4. 31-ə görə dövrə girib. 31-in üstünə 5 gəlib, 36-ya görə dövrə girib. 41-ə görə dövrə girib və 46-ya görə dövrə girib. 46-da dövrdə n 51 olduğuna görə növbəti dövrə girməyib. Bu şəkildə. Cavab 31. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Baxaq. A bərabər 10-dur. B bərabər 30-dur. Mərhələ-mərhələ və boşluqlara diqqət edərək davam edəcəyik. A ondan böyük bərabərdirmi? Bəli, 10 ondan böyük bərabərdir. Ona görə, baxın, başdan üstündən xətt çəkin. Bu ifin elsinə düşməyəcək. Tamam mı? İndi daxildəki ifə baxıram. A 30-dan kiçikdirmi? Bəli. Bunun da S-nə düşməyəcək. Amma diqqətli olun. Mən S-dən sonra iflə eyni xətt üzrə belə bir hissə yazmışam. Bunu unutmayaq. Yəni bu S-ə aid deyil. Çaşıb silməyin. A 30-dan kiçikdirmi? Bəli. B bərabərdir. A-nı 2-yə vuracaq. 20. B-nin köhnə qiyməti silindi. 20 20-dən böyükdürmü? Xeyr. Getdimi bu? Amma bu eyni hüquqludur da. Əks hal üçün də heç nə eləməyib. A bərabər A üstə gəl B. 10 üstə gəl 20, 30. B bərabər A üstə gəl 10. B bərabər 30 üstə gəl 10, 40. B-ni çap et. Cavab 40. 15-ci sual. Python dilində yazılmış proqram icra olunarkən klaviaturadan X və Y ədədləri üçün uyğun olaraq 32 və 5 qiymətləri verilir. X 32-dir, yəni Y 5-dir. X 32-dir, Y 5-dir. 32 5-dən böyük bərabərdirmi? Bəli. Çap olunacaq hissəni burada yazıram. Python bir dəfə çap olunacaq. 32 böyük bərabər 5 olduğuna görə. Yazın bir dəqiqə. Y bərabər 5. Y bərabər 6 vaid artırdım. X bərabər 2 vaid azaltdım. Yenə qayıdıram. X Y-dən böyük bərabərdirmi? Bəli. Düşəcək, yenə Python-a çap eləyəcək. Y-i 6 vaid artırıram, 17. X-i 2 vaid azaldıram. Yenə X Y-dən böyükdür. Yenə Python çap olunacaq. Y-i 6 vaid artırıram, 23. X-i 2 vaid azaldıram. Yenə dövrə qayıdıram. 26 23-dən böyük bərabərdir. Yenə Python çap olunur. Y-i ehtiyatda onlar buradakılardan. Y-i 6 vaid artırıram. 29. X-i 2 vaid azaldıram. 24. Artıq 24 29-dan böyük bərabər deyil. Yəni dövr sona çatdı. Bir dənə də burada Python yazıldığına görə bunu da götürürəm. Çünki dövr bitib və bura düşməli idi. Deməli neçə dəfə? 5 dəfə çap olunur. 16-cı sual. Telnet, Usenet və FTP xidməti
Bu şəbəkələr mövzusuna aiddir. FTP fayl transfer protokoldur. Deməli, məsələlərin içində fayllarla bağlı nəsə görsəz, onu götürə bilərsiniz, belə deyim seçim olaraq. Ümumi isə şəbəkədə faylları qəbul etmək və göndərməyə imkan verir. Yəni, fayl transfer protokolu, faylların ötürülmə protokolu adından da görünür. Telnet xidməti nədir? Telnet başqasının kompüterini terminala çevirmə xidmətidir. T ilə T-dan yadda saxlaya bilərsiniz. TeamViewer proqramı var. Məsələn, başqasının kompüterinə onun icazəsi ilə əlbəttə ki, daxil ola bilirsiniz və istənilən bir ölkə, istənilən bir ərazidən birinin kompüterinə oradakı kodu göndərirsiniz və onun icazəsi ilə kompüterinə daxil olursunuz. Və öz kompüterinizin içində sanki onun kompüteriymiş kimi hər şey elə görsənir. Proqramın daxili. Qaldı Telnet Usenet xidməti. Bu xidmət də elektron poçt kimi işləyir və belə deyim, siz ümumi bir nəfərin poçt qutusuna müraciət eləmirsiniz də, eyni anda hamıya məlumat ötürə bilirsiniz. Bu xidmətin adı da Telnet xidmətidir. HTML-də bu tip kod təsvir olunub və hansı doğrudur? Diqqət edin, i italik, yəni mailli yazmaq üçündür. U underline, altdan xətt çəkmək üçündür. Strong da bold kimidir, yalnız seçdirilmiş hissəyə aiddir. Strong da qalın yazmaq üçün onda. Deməli, burada i açılıb, u açılıb, sonra strong açılıb, anar sözündən sonra getdikcə bağlanıb. Fikir verin, anar sözünə qədər i-də, u-da, strong-da açılıb. Ona görə yalnız anar sözünə buradakı bütün taglər aid olacaq. Elnur sözü yalnız italik yazılacaq. Samir sözü həm italik, yəni həm maili, həm altından xətt çəkilmiş yazılacaq. 18-ci sual. Burada nəyə diqqət etmək lazımdır? Çox sadə görsənə bilər, amma əməl sırasına diqqət eləmək lazımdır. Birinci, qüvvət əmələ gəlir. A bərabər 16, B bərabər 2. Bu bir səhvən düşüb deyəsən. A-nı hələ ki bölmürəm. Diqqətli olun. Birinci buranı tapıram. İkinci buranı tapıram. Üçüncü buranı. Səbəb nədir? Biz bunu hesablayandan sonra qayıtmalıyıq normal sıraya. Çünki bölməklə vurma eyni hüquqludur. B-nin kvadratı, B nədir? 2, 2-nin kvadratı 4. 16-nı 4-ə böləcəm tam hissə. 4. 4-ü 3-ə vuracam. Cavab 12. Verilənlər bazasında sahə tiplərinə aid olanları seçin. Burada Python-dan gördüyümüz hər hansı bir dəyişən tiplərini yerləşdirmişdim ki, biraz diqqətli olunsun. Bəli, hyperlink text number tipləri var. Amma listdir, integerdir. Integer tam ədəddir də, amma bu aiddir Python-a. Burada stringdir, mətindir. Yəni bunlar yoxdur. Cavab axırıncı variant. Mətin redaktorunda aşağıdakı komandalar icra olunur. Backspace, delete, sol və sağ klavişləri və belə bir yazı var. Ardıcılığı tətbiq etdikdə nə alınır? Ardıcıllıq, yəni 1-1 o demək ki, 2 dəfə backspace basılıb. 4-4 o demək ki, 2 dəfə sağa işarəsi basılıb. Biz bilirik ki, sağa düyməsi bir simvol sağa keçir, sola düyməsi bir simvol sola keçir. Backspace özündən soldakını silir, delete özündən sağdakını silir. Baxın, kursor buradadır. Kursor burada çəkilib. Tamam mı? Bir tətbiq olunur, yəni backspace. K silinər, özündən soldakını silir. Ə silinər,
Yəni bura da boş deyil də. H, S, M-dan sonra kursor gəlir, təbii gəlir. 2 dəfə backspace-i basdıq. Üzərindən xətt çəkim ki, axtarmayım. 4. 2 dəfə sağa düyməsi. Yəni kursor artıq burada deyil də, buradadır. 2 dəfə sağa düyməsində bastıq. Kursor buradadır. 2, 2. Delete düyməsi. Delete özündən sağdakini silir deyə bu ini də siləcək. 3 dəfə 3 basırıq. 3 dəfə sola keçirik. Kursor bura gələcək, bura gələcək, sonra bura gələcək. Kursor buradadır artıq. Silim əvvəlləri. Oy, səhv elədim. Kursor artıq burada deyil. Sonra 3 dəfə sola gəldik. 3 dəfə də delete basılacaq. Delete, yəni özündən sağda. Özündən sağda nə qalıb? M, T, Ə qalıb. Ayrı bir şey qalmayıb. M da getdi, T da getdi, Ə də getdi. Nəticə nə olar? HS. Ardıcıl yerinə yetirmək lazımdır. High color rejimində belə bir qrafik fayl var və bizdən həcmini istəyir. Həcm bərabərdir. Nöqtə sayı 210. 1920-ni olduğu kimi saxlayın. High color. Biz bilirik ki, RGB-də, high color rejimində olur 2 bayt. True color-da 3 bayt olardı, təhlükəsiz palitrada 1 bayt olardı. High color rejimi 2 bayt. Deməli, nöqtələrin sayı vurulsun 2 bayt. 20% sıxlaşdırılır. Yəni, kəsirlə yazmayayım. 0.8 hissəsi qalır. Kilobaytla istəyir deyə 2/10-a bölürüm. İndi həcmini kilobaytla hesablayaq. 217. Bunu birbaşa hesablayayım, cavabını deyim sizə. 1/6-nı vuracaq 1920-yə. Cavab edir 3072 kilobayt. Nöqtələrin sayı high color-a diqqət edin. Bir də sıxlaşdırılıb, bir də kilobayta keçirilib. 72/19 bərabər 59 əməliyyatının doğru olduğu ən kiçik say sistemi. Buna diqqət eləyirik ki, 72-dən onluq say sistemində 72-dən 19 çıxsaydım 59 etməzdi. Və 9 da var deyə buradan təsəvvür eləyə bilərəm ki, bu onluqdan böyük say sistemidir. 72/19 bərabər. Bunun üçün say sisteminin indeksini yazıram. İstənilən say sistemindən onluğa keçid qaydasını bilirik ki, üzərində mərtəbə vahidlərini 0, 1, 2 və s. düzürük. Çarpaz vurma qaydası 7 vurulsun x/1. x/1 x-dir. Üstə gəlsin 2 vur x/0. x/0'ım da 1'dir deyə belə alınır. Çıxılsın, çıxmada ehtiyatlı olun. X üstə gəlsin 9 bərabərdir 5x üstə gəlsin 9. 7x üstə gəl 2 çıx x çıx 9. 6x-dən 5x çıxsam x bərabərdir. Mənfi 7 idi, bu tərəfə keçirəndə müsbət 7 olacaq. 16. Deməli, bu 16-lıq say sistemində doğrudur. Keçək məsələnin ardına. Əməliyyatının doğru olduğu ən kiçik say sistemi oldu 16-lıq say sistemi.
Verilmiş ən kiçik iki rəqəmli ədədlə ən böyük iki rəqəmli ədədin cəmi komitənin yaddaşında nə qədər yer tutur? Ən kiçik iki rəqəmli ədədimiz 16-lıq say sistemində. İstənilən say sistemində bu şəkildədir. Ən böyük iki rəqəmli ədəd budur. 16-lıqda bunları cəmləsək 0 üstəgəl f eləyər. 1 üstəgəl f. F 15-dir. 1 ilə 16. 16-nı 16-lıq say sisteminin əsasına böləcəm. 1 tam, qalıqda 0. Qalığı yazıb, 1-i yadda saxlayıram. İlk 3 rəqəmli ədəd deyil deyə bura boşluqdur və həmin 1-i bura yazıb. Ədəd 1, 0, f-dir. Biz də bilirik ki, 16-lıq say sisteminin hər bir simvolu yaddaşda bu düstura görə 4 bit yer tutur. 3 dənə simvol var deyə 3 vur 4, 12 bit yaddaş sərf eləyər. Əməli yaddaş ana platada DDR slotuna qoşulur. Sonu R hərfindən də, yəni RAM sözündən də yadda saxlaya bilərsiniz. Ən sürətli yaddaş nədir? Ən sürətli yaddaş registr yaddaşdır. Çünki prosesorun daxilindədir. Ən kiçik həcmə malikdir. Emal prosesi registrdə gedir. Emal olunan verilənlər müvəqqəti RAM-da saxlanılır. 25. Təkrarlanmaların sayı müəyyən edin. Bu tip məsələlər də yalnız alqoritmdə təkrarlanmanın sayına fikir verməliyik. Fikir veririk ki, məsələn, burada hasil işarəsi var. Bunun yerində cəm də olar. Cəm hasil belə də yazılıb gedilə bilər. Burada i indeksi nə üçündür? Bu elə bir ki, iç-içə dövrdür. Forun içində for, forun içində for. 3 dənədir. Bu tip məsələlərdə necə hesablayırıqsa, burada da elə. i 2-ni də alır. 2-dən 3-ə qədər, indi bir heç nə yoxdur, təkcə 3-dür, 3-ü də alır. Məsələn, J 3-ü də alır, 4-ü də alır, 5-i də alır. K 1-i 2-ni alır. Bunu belə də yaza bilərsiniz, əgər kiçikdirsə. Böyük ədədlər verilsə hesablaya bilməyəcəksiniz belə. 1, 2. Neçə dənədir? 2 dənə, 3 dənə, 2 dənə. Biz bunların hasilini tapırıq. 2 dəfə buna görə, 3 dəfə buna görə, 2 dəfə də buna görə 4 vur 3, 12. Təkrarlanma var. Amma burada böyük ədədlər olardısa, bunu belə hesablaya bilməyəcəksiniz. Onun üçün necə Excel-də verilmiş diapazonda sətr sayını tapırıq? Böyükdən kiçiyi çıxan. Kiçiyi də nəzərə almaq üçün üzərinə 1 gəlin. Çünki axı dedim 2 də daxildir, 3 də daxildir. 3-dən 2 çıxanda 1, 1-in üzərinə 1 gələndə 2. Baxın, həmin 2-dir. 5-dən 3 çıxın, üzərinə 1 gəlin. 3, həmin 3-dür. 2-dən 1 çıxın, üzərinə 1 gəlin, həmin 2-dir. Yəni, böyük ədədlər olarsa bu şəkildə hesablayın. Kiçik ədədlər olarsa istədiyiniz kimi hesablaya bilərsiniz. Təkrarlanmaların sayı 12. Burada cavabı üzürlü sayını səhv qeyd etmişəm. 1.5 yox, burada cavab 2-dir. Yəni, kimlər 2 yazıbsa onu öz üçün doğru hesab eləsin sayda. 591 ədədinin ikilik yazılışında iştirak edən birlərin sayı. ...591-i mən 2-yə bölə-bölə getməyəcəm. Çünki o böyük bir əziyyətdir. Böyük ədədlərdə 2-nin qüvvətləri cəmi şəklində göstərmək daha rahat versiyadır. 591 bərabərdir. Ən yaxın bundan kiçik 2-nin qüvvətini götürdüm. 512-ni çıxanda eləyir 79. 79-a ən yaxın 2-nin qüvvəti 64-dür. Çıxanda 15 eləyir. 15 də bilirik ki, 8, 4, 2, 1-dir. 591-i 2-nin qüvvəti şəklində necə götürəcəm? Bu 2 üstü 9-dur, 2 üstü 6, 2 üstü 3, 2 üstü 2, 2 üstü 1, 2 üstü 0. Ən yuxarı qüvvəti götürəcəm, 0-a qədər geri sayma eləyəcəm. 9, 8, 7, 6.
Olan qüvvətlərə 1, olmayan qüvvətlərə 0 qeyd edəcəm. Bunu da eynən bu qaydada 2-dən 10-luğa keçirsəz, görərsiniz ki, eyni bu ədədi alırsınız. Bu 591 ədədinin ikilik say sistemindəki yazılışı. 757. 757 yaxında 5 son 2-də onda da yazıram 5 son 2 üstə gəlsin. 757-dən 5 son 2-ni çıxsam 245 alınar. 256-nı yazamaram əlbəttə ki, 128-i yazacağım. Bir 128-i də çıxsam eləyir 117. Çıxsam 64-ü. Bunu mən hal-hazırda sürətli kalkulyatorla hesablayıram, amma siz bunu tək-tək yazmalısınız əslində. 64-ü də çıxsam 53 qalır. 53-dən yaxında nə qalır? 32. Bunu da çıxsam 21 qalır. 21-də 16 yazaram. Çıxsam 5 qalar. 5-i də yazaram 4 üstə gəl 1 şəklində. Ən yuxarı qüvvət 9-dur, 8, 7. Olan qüvvət 9 var. 128, 2 üstü 7, 64, 32, 16, 4, 4 üstə gəl 1. 1, 2 üstü 0-dır. Diqqətli olun. Tamam mı? Bu şəkildə. Məsələdə nə istəyirdi? Birindəki birlərin sayı o birisindəki sıfırların sayından neçə dəfə çoxdur. Birlərin sayı burada 591-də 1, 2, 3, 4, 5, 6 dənə 1 var. Burada da 3 dənə 0 var. 6 böl 3 bərabər 2. Kimlər 2 yazıbsa onu doğru götürsün. 27-ci sual. 16 bit tərtibli diskretləşdirmə tezliyi 32 kHz olan. Deməli, səs faylının həcmi necə hesablanırdı? Səs faylı deyirdik ki, yüksək tezlik və ya aşağı tezliklə götürsək, hazır hissələr var idi. Amma bu şəkildə olanda, elə 16 biti vuracam 32 kHz-ə, kHz saniyədəki 1 böl saniyədir də, yəni məxrəcə saniyə qalır və buna görə də 24 dəqiqəni biz keçirməliyik saniyəyə. 2 kanallı olduğuna görə 2-yə vurmalıyıq. Sonra da 25% sıxlaşdırmalıyıq, yəni 0,75-ə vurub hesablamalıyıq. Baxaq. Həcm bərabərdir. Burada hertz fiziki vahiddir deyə bu belədir. 32.000 1 bölünmüş saniyə. 24 dəqiqə budur. Bir verdi saniyələr ixtisar getdi. 2 kanallı. 25%də sıxlaşdırma 0,75 hissəsi. Kilobaytla hesablayırıq. Yəni axırda 2 üstə 13-ə böləcəyik. Mən sadəcə kalkulyatordan hesab kitab eləyib tez keçim. 16. Siz əlbəttə ki, 2-nin qüvvətləri ilə ixtisar eləyib bunu həll eləyə bilərsiniz. Bölünsün 2 üstü 13. Cavab eləyir 135.000 kilobayt. Yenə deyirəm, 2 üstü 4 var, burada 2 var, 32.000-i parçalayıb 2-nin qüvvətlərini çıxardıb hesablaya bilərsiniz. Cavab 1-ci. MS Word proqramı üçün uyğunluğu müəyyən edin. Burada diqqətli olun.
Çünki Word-ün daxilini daha yaxşı bilmək lazımdır burada. Review daha çox tərcümə ilə bağlı olan bir hissəsidir. Kommentari oradadır və s. Layout, əvvəlki adı page layout, yəni əvvəlki versiyalarında bizə lazımdır səhifə parametrləri, çapla bağlı olan məsələlərdir. Referensdə mündəricatdır, səhifə sonu, sənəd sonu izahlardır, müəllif hüququdur və s. Bunların hamısı da referensdir. Baxın, burada bir dənə Y variantı heç birinə aid deyil. Çünki seçilmiş mətnin formatının başqa mətnə verilməsi Word-də format painterdir. O da Home tabındadır. Dəqiq, bunu Word-da əsasən göstərim. Orfoqrafik və qrammatik səhvlərin düzəldilməsi buradadır. Review-da. Spelling and grammar. Var idi orada müəllif hüququ. Müəllif hüququ insert citation bu hissə. Sitat gətirmək. Tək və cüt səhifə sərlövhələrinin fərqləndirilməsi. Burada diqqətli olun. Biz səhifə sərlövhələri, yəni header and footer əlavə etmək üçün insert tabından istifadə edirik. Cüt və tək səhifə sərlövhələrini fərqləndirmək üçün layoutda page setup'ın dialoq pəncərəsində, onun da layout bölməsində, baxın burada var. Headers and footers, yəni səhifə sərlövhələrdə səhifənin yuxarı hissəsində və aşağı hissəsində təkrarlanan hissələr, yəni bütün səhifələrdə. Burada var different, odd and even, cüt və təki fərqləndir. Mətndə redaktəyə məhdudiyyətin qoyulması. Redaktəyə məhdudiyyəti buradan qoyaram. Burada var restrict editing. Burada limitləyə bilərsiniz həmin hissəni. Cavab review'da orfoqrafik və qrammatik səhvlər, layout'da tək və cüt səhifə sərlövhələrinin fərqləndirilməsi, referensdə, layout'da bu, review'da mətndə redaktəyə məhdudiyyət qoyulması, review'da 2 dənə oldu, A və C, tək və cüt səhifə layout'da, kitab qəzet isə referensdə. Cədvəlin seçilmiş sütunu nə ilə silinir? Baxın, sütunun içini mi silirik, yoxsa sütunun özünü mü silirik? Burada fərqlənir. Bunun üçün Word proqramına daxil oluruq. Bir cədvəl yaradırıq. Tamam. Mən içinə yazılar yazacağım. Əgər mən sütunu seçib delete basaramsa, fikir verin, cədvəl sütununa heç nə olmadı. Yalnız içi silindi. Amma mən sütunu seçib backspace basaramsa, fikir verin, 4 sütunluydu, indi 3 sütuna indi. Backspace sütunu tamamilə silir, yəni seçilmiş hissəni, amma delete yalnız daxilini silir. 30. İş masasının və qovluq daxilindəki kontekst menünün ortaq əmrləri hansılardır? İş masasının kontekst menüsü budur. İş masasının boş yerində menünü açırıq. Bir də var, qovluq daxilində. File Explorer-ə daxil oluram. Hər hansı bir qovluğumu açıram və onun içərisində boş bir yerində sağ düyməni basıram. Tamam mı? Bunların daxilində olan əmrlər, yəni indi gördükləriniz içərisində sort by var idi, paste var idi. Əgər kopyalamışıqsa paste aktiv olur. Bir də refresh var idi. Personalize yalnız ekranın kontekst menüsündə var. Properties'də yalnız qovluğun kontekst menüsündə var və s. PowerPoint proqramında slideshow rejiminə Ctrl-P-ni basarıqsa qələm aktivləşir. Baxın, PowerPoint-də biri var normal rejim. Yəni biz burada həm redaktə eləyirik, həm elədiyimizə baxa bilirik və s. Bu normal rejimdir. Amma
Mən burada slide show-ya keçərəmsə, bağışlayın, burada çaşını Ctrl P-ni basdım. Bu halda Ctrl P-ni basanda çapa gedir. Amma slide show rejimində Ctrl P-ni basarıqsa qələm aktivləşir. Və biz təqdimatımızı etdiyimiz müddətcə üzərində qeydlər aparıb göstərə bilərik. Eyni şeyi adi də eləmək olur. Belə. Deməli, slideshow rejimində Ctrl-P, P-ni, yəni qələmi aktivləşdirir. Aşağıdakı redaktorlardan hansı vektor qrafikasına əsaslanır? Adında Paint, foto olanların əksəriyyəti raster qrafikadır. Photoshop'da Paint'dir məşhur raster qrafik redaktorlardır. Burada qalır bir dənə Corel Draw. Cavab Corel Draw. Şəbəkə birləşmələri, birləşmələrin açılması, axının idarə edilməsi və s. OSI modelinin hansı səviyyəsində həyata keçirilir? Fikir verin, burada bəzi OSI modelində ümumiyyətcə sözlərlə, izahlarla adlarına uyğunluğu müəyyən eləmək olar. Burada nəqliyyat səviyyəsidir. Yəni fikir verin, axın var. Yəni harasa nəql olunur və onlar idarə olunmalıdır. Həmin hissə olur nəqliyyat səviyyəsi. Bu sadəcə əzbərçilik. Gəlirəm uyğunluğu qeyd edin. 34-cü sual. Koaksial kabel, sarınmış cüt kabel, fiber optik kabel. Fiber optik F-dan yadda saxlaya bilərsiniz. 10 base FL-dəki F fiber optik olduğunu göstərir. T-də twisted pair. Bu da sarınmış cütdür. Sarınmış cütün İngilizcə adı twisted pair. UTP kabel deyilər, TP də demək olur. Qalan ikisi, yəni sürətlərinə görə fərqlənirlər, olur koaksial kabellə şəbəkədə. 0, 5, 8, 9 rəqəmlərinə istifadə etməklə rəqəmləri təkrarlanmayan neçə müxtəlif 4 rəqəmli ədəd tərtib etmək olar? 0, 5, 8, 9. 4 rəqəmli ədəd. Bura 3 versiya yaza bilərəm. 0 yaza bilmərəm. Burada 3 versiya qalır. Çünki 5, 8, 9-dan biri burada getdi. 0, 5, 8, 9-dan 3'ü bura qalır. İkisi bura qalır, biri bura qalır. Təkrarlanmayan söhbəti var. 3'ü 3'ə vururam. 9, 9'u 2'yə vururam. 18 versiya mümkündür. Alqoritmin icrasından sonra çıxışa veriləcək ədədi müəyyən edin. Dövr var. Ön şərtli dövrdür. Çünki şərt birinci gəlir dövrdə, daha sonra dövrün gövdəsi gəlir. A bərabər 11, B bərabər 24. A B-dən kiçikdirmi? Bəli, düşdüm aşağı. A-nı 5 vahid artır, B-ni 2 vahid artır. Dövr gəlir, baxın burada davam eləyir. A B-dən kiçikdirmi? Bəli, A-nı 5 vahid artır, B-ni 2 vahid artır. Əlbəttə ki, yenə A B-dən kiçik olacaq, A-nı 5 vahid artır, B-ni 2 vahid. Yenə A B-dən kiçik olacaq, A-nı 5 vahid artır, B-ni 2 vahid artır. Yəni, yoxlayım. 16, 21, 26, 30. Aha. 24, 26, 28, 30, 32. Yenə A B-dən kiçikdir, fikir verin. A-nı 5 vahid artır, B-ni 2 vahid. Artıq A B-dən kiçik deyil. Onda bu hissəyə düşəcək. S bərabər A üstə gəl B. Cavab elədir 70. S də çapa verildiyinə görə cavab 70 olur.
Access proqramında sahə tipi deyil. Query sahə tipi deyil. Query, yəni sorğudur. Sorğudur, formada, hesabatda, cədvəldə onun obyektləri idi. Sahə tipi deyildi. Sadəcə terminlərin içində görürük. Yadımızda qalır ki, query də var idi Access-də, amma diqqət eləmək lazımdır ki, onun sahə tipidir, yoxsa obyektidir. Tətbiqi proqramlara aiddir. Biz bilirik ki, buradan əməliyyat sistemləri sistem proqram təminatına aiddir. Antiviruslar da sistem proqram təminatına aiddir. Utilitlər də. Yəni cavab 2, 4, 5 zaten çıxır. Cavab qalır 1, 3. Elektron cədvəldə S7 xanasında belə bir düstur yazılıb. S2, S6 diapazonundakı xanaların qiymətləri cəmi 40-dır. Baxın, S2, S6 diapazonunu lap belə açıq yazım. S2 üstə gəl S3, S4, S5, S6. İndi kiçik də deyə açıq yaza bilirəm. Biz də bilirik ki, average nə deməkdir? Cəm bölünsün say. S2, S6 diapazonundakı sütun sayı bir dənədir. Sətir sayı 6 çıx 2 üstəgəl 1 dənədir. 1-i gəlirəm, çünki 2-ni də saymaq üçün. 4, 5 dənə. Fikir verin, burada da həqiqətən 5 dənə xana var. Yəni, bu böyük diapazon olsaydı, belə hesablayardınız. 1 vur 5, 5 xana. S7 xanasında yazılıb ki, xanaların qiymətləri cəmi 40-dır. S7-nin qiyməti nə olacaq? 40 bölünsün say 5, 8. Deməli, baxın, bunu birbaşa Excel cədvəli kimi göstərin. 1, 2, 3, 4, 5, 6, 7. Bu qədər xananın cəmi 40 idi. Toplam hamısının cəmi. 7-ci nədir? 8. İndi average S2, S7. Dəqiq düzmə hesabladım. Baxın. Kəsr ədəd var orada. 40, 48. S2, S7. Bağışlayın, S1-dən yazmışam mən. Bu hissənin cəmi 40-dır. Tamam mı? 5 dənə xana 40-dır. 1 dənə xana 8-dir. Elədi 48. Tamam mı? Burada neçə sətir var, neçə xana var? 1, 2, 3, 4, 5, 6 sətir, 1 sütundur deyə 6 xana var. 6-ya da böldüm. Elədi 8. Bunu indi vizual olaraq göstərin. Yəni, o olmasa belə, biz bilirik ki, S2, S6 xanası diapazonunda 5 dənə, S2, S7 diapazonunda da 6 dənə xana var. Yəni, onu adi qaydada riyazi hesablamalarla da eləyə bilərsiniz. Cavab elədi 8. ASCII kodlaşdırmasına A-nın onluq kodu 65-dir. Bahar sözünün qarşılığı nədir? Bu ASCII kodunda bir simvolu biliriksə, digər simvollar bir-bir arta-arta gedir. Məsələn, A65 isə B66-dır onluq kod olaraq. Diqqətli olun, onluq kod olaraq. A65-dirsə, B nədir? 66. B hərfi 66. A hərfi 65. 65. İndi bir-bir sayın. 65'dir, 66, 67, 68, 69, 70, 71, 72, 73, 74, 75, 76, 77, 78, 79, 80, 81, 82. Bu şəkildə yazdım. Tek-tek saymaq istəmirsinizsə, bir dənə baxın, məsələn, A-dan R-ə qədər nə qədərdir, üzərinə gəlin, hesablayın. Diqqətli olun, birini artıq sayıb eləyərsiniz. Belə.
İcra zamanı 567 ədədi verilib. P dəyişəninin çıxılışa verilə biləcək qiymətini hesablayın. Girişə 567 verilibsə, o n bərabər int inputdakı 567-dir. 567. N bərabər 567, P bərabər 1. 567 sıfırdan böyükdürmü? Bəli. R ona bölünməsindən alınan qalığı saxlayır. Yəni R birinci 567-nin son rəqəmidir. N ona bölünmədən alınan tam hissəni saxlayır. Yəni 7-ni atandan sonra nə qalır? 56. P bərabərdir. P nədir? 1. Diqqətli olun, o 1-i itirənlər olur. R-in kvadratı. R 7-dir. Kvadratı 49. 50. P-nin 1 qiyməti unuduldurucu. R 7-dir. N 56-dır. İndi R bərabərdir. Yeni N-in ona bölünməsi alınan qalıq. Yəni son rəqəm 6. N bərabər N-in 56-nın ona bölünməsi alınan tam hissə. P nəyə bərabərdir? P bərabərdir 50 üstə gəlsin 6-nın kvadratı 36. Yenə dövrə girəcəyik. Orada çünki while n sıfırdan böyükdür, 5 sıfırdan böyükdür. R bərabər 6-nın 10-a bölünməsindən, yox, R bərabər 5-in 10-a bölünməsindən alınan qalıq. 5-i 10-a böləndə tam hissə 0-dır, qalıq isə 5-dir. N bərabərdir 5-in 5-ə bölünməsi, 10-a bölünməsindən olunan tam hissə. 5-i 10-a böləndə tam hissə 0-dır. P isə bərabərdir 86 üstə gəl R-in kvadratı. 5-in kvadratı 25. 111. Yəni, bir üstə gəlinsin, ədədin rəqəmlərinin kvadratları cəmi idi. Bu məsələnin mahiyyəti. Mətnin kodlaşdırıla biləcəyi minimal simvollu əlifbada bir simvolu yaddaşda neçə bit yer tutar? Mətndə diqqətli olun. Kiçik B ilə böyük B ayrıdır. Kiçik S ilə böyük S ayrıdır. Yəni, burada Bakı və Bax yazmamın məqsədi elə orada olub ki, bilin ki, yəni ASCII kodda da açıb baxsaz, böyük B ilə kiçik B ayrı kodlaşdırılır. Yəni case sensitivdir. Registri nəzərə alır. Yəni bunun kodlaşdırıla biləcəyi əlifba budur. S hərfi, A, L hərfi. A-nı təkrar yazmayacağım çünki balaca A-dır. Tire var. B var. A onsuz da var idi. K, I. Balaca B yox idi. A var. X yoxdur. Burada neçə simvol var? Yəni minimal əlifba odur ki, mən bu simvollardan istifadə edərək bu yazını yaza bilirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 simvoldursa, bunun kodlaşdıra biləcəyi minimal simvollu əlifba yaxında hansı 2-nin qüvvətindən kiçikdir? 16, yəni 4 bit. Verilənlər bazasının fraqmentində fizikası 70-dən böyük. Ben bunu götüreyim. Fraqmentində fizikası 70-dən böyük və ya kimyası 80-dən böyük nə bilinir. Fizikası 70-dən böyükləri gəlin tapaq.
Fizika buradadır. 70-dən yalnız böyüklər, bərabərlər sayılır. Fizikası 70-dən böyüklər. Fizika sütunu buradır. 2 nömrə aidiləri ilə gedəcəm. 3 nömrə, 5 nömrə, 6, 7 və salam. 70-dən böyük 2, 3, 5, 6, 7. Tamam. Sonra ardına gəlirik. Bu qalsın. Kimyası 80-dən böyük və riyaziyyatı 80-dən kiçik. Kimyası 80-dən böyükləri yazıram. Kimya 80-dən böyük, 80-dən böyük. Hı -hı. 80-dən böyük və riyaziyyatı 80-dən kiçik. İndi kimyası 80-dən böyüklərin içində riyaziyyatı 80-dən kiçikləri tapacağam. Hamısını demirəm. Baxın, ancaq bu okey işarəsi qoyduğum adamların riyaziyyatına baxıram ki, işim biraz azalsın. 80-dən kiçik deyil. 1 getdi. 80-dən kiçik. Aha. Baxın 4 götürdüm. 80-dən kiçik deyil. 80-dən kiçikdir. Altını da götürdüm. 80-dən kiçik deyil. Vəssalam. Yəni seçilmişlərin içində 4 və 6-nı seçdim. Yəni bu hissənin cavabı 4-6-dır. Not nəyi göstərir? 4-6-dan başqa hamısı. Yəni 1, 2, 3, 4 yoxdur, 5, 6 yoxdur, 7, 8, 9, 10. Tamam mı? Burada da 2, 3, 5, 6, 7-dir. Bunları orla birləşdirsəm, diqqətlə birləşdirirəm, fikir verin. Burada 4 ilə 6 yoxdur, amma burada 6 var. Deməli 4-dən başqa hamısı. 4-dən başqa or var deyə birləşdirdim. Və 4-dən başqa bütün yazılar uyğun gəlir. Yəni 10 yazıdan 9 uyğun gəlir. Neçə yazı soruşmuşdu. Proqramın nəticəsini müəyyən edin. X bərabər 5-dir. Y bərabər 10-dur. 5, burada diqqətli olun, 2 dənə if var. Və bu S ikinci ifə aiddir. Bu ifin işləyib işləməməyindən asılı olmayaraq bu ifə də mütləq ki düşməliyik. 5, 10. 5 böyükdürmü sıfırdan? Bəli. 10 kiçikdirmi sıfırdan? Xeyr. And olduğuna görə burada xeyr alınır. X sıfırdan kiçikdirmi? Xeyr. Ona görə burada xeyr olur. 2 xeyirlə xeyir qalır və if işləmədi. Yəni A çap olunmuş. Düşürük aşağı. X sıfıra bərabərdirmi? Xeyr. Ona görə bu false-dur. X sıfırdan kiçikdirmi? Xeyr. Amma Y sıfırdan böyükdürmü? Bəli. Or olduğuna görə burada bəli qalır. Çünki ən azı biri true olarsa true olacaqdır. False və true'nun oru, yəni birləşməsi true olar. Yəni bu hissəyə düşürük. Ona görə else düşmürük. Düşdüyümüzə görə C çap olunacaq. Sonra bu if başlayacaq. X 5-ə bərabərdirmi? Bəli. Or olduğuna görə ta elə true olaraq götürürəm. Ona görə də else düşmür. Burada true olduğuna görə D-ni çap edəcək. Cavab C və D. Və siz paylaşılacaq əlbəttə ki, alt-alta əslində. Burada alt-alta qeyd etməmişəm, amma yəni alt-alta çap. Orada məqsəd sadəcə hansı simvollar çap olunmağını istəyirdim. MS Word proqramında shape əlavə etdikdə shape format deyə tab açılır. Baxın bura. Deyək ki, hər hansı bir fiqur əlavə etdim. Avtomatik shape format tabı açılır.
Emin Akses cədvəlində ulduz işarəsi nəyə göstərir? Ulduz işarəsi sonuncu yazını və həmin yazın oradan yeni yazı yazacağımızı göstərir. Baxın, burada ulduz var. Mən buralara nə yazsam, aşağıya düşsəm, yəni artıq bu sətr yazılı vəziyyətdədir deyə burada qələm var. Çünki biz hal-hazırda bu sətirdə nəsə redaktə eləyirik. Yəni kursor yanıb sönür. Redaktə işarəsini qələm göstərir, yeni yazını və ya sonuncu yazını ulduz göstərir. C5 xanasında düstur verilib, C7 xanasına köçürülüb, 15 qiymətini bilərik. Bu tip məsələdə diqqətli olun ki, 5 dəyişmir. Yəni, sabitlər dəyişmir. Yəni, ha köçürülsə, baxaq. S dollar 1. Diqqətli olun ki, S-nin S1 xanasında bir sətri dəyişməyəcək. Yəni köçürülərkən. Əvvəlcə C6 xanasına, daha sonra C7 xanasına köçürülüb. C5-də 15 alınıb. C7-də nə olacaq? C5-i C6-ya köçürsəm, eyni sətirdədir deyə, bağışlayın, eyni sütunda, yəni C sütunundadır deyə, sütun dəyişməyəcək. Burada da dolları var deyə 1 dəyişməyəcək. Amma burada C 5-dən 6-ya köçürüldüyünə görə 4 olacaq 5. Üstə gəl 5. Bu 5 dəyişməz. Bu C6 xanası, gəlin belə yazıq. C7 xanasında köçürəndə istəyirsiniz ya bu düsturu C5-dən C7-yə köçürmüş kimi hesablayın, ya da istəyirsiniz bu düsturu C6-dan C7-yə köçürmüş kimi. Eyni şeydir. Yəni nəticə dəyişməyəcək. C dollar 1, C6 üstə gəl 5. C5 xanasında 15 alınıb. 15. C1-dən C4-ə qədər nə idisə, üstünə 5 gələndə 15 edib. Nəymiş? 10. C1-dən C4-ə qədər 10-dur. Bir C5-imiz də 15-dir. Elədir, 25. Baxın, C1-dən C4-ə bu nədir? C1, C2, C3, C4, C5. Biz bilirik ki, C1-dən C4-ə cəm üstə gəl 5, eləmişdi 15. Deməli, C1-dən C4-ə qədər cəm 10 uymuş. C5-də də 15 göstərilib. 10 üstə gəl 5. Üzr istəyirəm, 15. 10 üstə gəl C5-in 15, 25. Burada da bir 5 var. Yəni, mən bu cəmi göstərdim də. 25 üstə gəl 5 elədi 30. İndi eyni qayda ilə bu. C1-dən C1-dən. Bir dəqiqə. C1-dən C4-ə qədər bayaq nə idi? 10. C5 nə idi? 15. C6-ya nə tapdıq? 20, yox, C6-ya 30 tapdıq. 30. Bir dənə də üstə gəl 5-imiz var axı. Bu cəmi hesablayırıq. 20, 30, 60 eləyir cavab. Diqqətli hesablayın bunları. Yəni, siz bu 5-i itirməyiniz və ya burada 5-i artıq götürməyiniz sizə problem yaradacaq. Yenə deyirəm. C1-dən C4-ə qədər cəmi bildik 10. C5-i vermişdi 15. C1-dən C5-ə qədər cəm. C1-dən C4-ə 10 idi. C5-in özü 15 idi. Elədi 25. Hər bir xanada da üstə gəl 5 var axı. O üstə gəl 5 narahat edir. 10, 15, 25, üstə gəl 5, 30. Bu 5-ləri unutmayın. Cavab elədi. Toplam 60.
Freeze panes əmri verilərsə, hansı diapazon tərpənməz qalır? Excel-də də göstərərəm bunu. Freeze panes, yəni xanaları dondur əmri veriləndə, bunun dayandığı küncdən belə gedin və belə qalxın. A1, B4 diapazonu donacaq. Belə fikirləşin də, verilmiş xanadan həm yuxarı, həm də solda olan xanaların birləşməsi. Birləşməsi yox, kəsişməsi. Excel-ə baxaq. Baxın, buralara bir yazılar yazın ki, mənası olsun. Aha. Məsələn, mən bu xananı seçdimsə, bu xanadan yuxarı və sol kəsişmə hara olacaq? Bu hissə donacaq. İndi baxın, bu xananı seçəndə. View-da Freeze Panes əmrində əslində şəklindən də göstərir. İndi fikir verin, müəyyən xətlər çəkilib. Mən çox sağa getsəm, fikir verdiniz, C-sütunu tərpənməz qaldı. Çox da aşağı getsəm, 5 sətri tərpənməz qaldı. Qalanları dəyişdi. A1, B4 diapazonu. Düzgün yazılmış mək ünvanları seçin. Bilirik ki, mək ünvanlar 16-lıq say sisteminin 2 rəqəmli ədədlərindən təşkil olunmuş. 6 ədəd, yəni 6 16-lıq say sistemində qeyd olunmuş 2 rəqəmli ədəd və onlar arasında tirelərlə ayrılırlar. 3-ə və 7-yə baxın. 3-də say çoxdur. Yəni 7 ədəd var. 7-də həm say çoxdur, həm r olmaz, m olmaz. 102 3 rəqəmli ədəddə olmaz. Bir nömrəlidə l olmaz, çünki 16-lıq say sistemində l yoxdur. 2-də bir problem yoxdur, 2 düzdür. 4-də g olmaz, B11 olmaz. B11 3 rəqəmli ədəddir, g də 16-lıq say sistemində yoxdur. 5 ilə 6-da düzdür. 2, 5, 6 cavab. Sonuncu sual. Verilənlər bazasında sahə necə adlanır? Verilənlər bazasında sahə sütunu göstərir. Və yazı isə sətirləri göstərir. Cavab olur cədvəlin sütunu. Bugünkü sınağın izahı bu şəkildə. Hər birinizə sertifikasiyada uğurlar arzulayıram. Sağ olun.